İçeride oturmuştum, çıxdım çölə, gördüm obyekt üstdən yanır, qısa qapanmadan. Nə qədər ziyan təxminən? 7-8 min. İmişlidə yanğın baş verib. Hadisə mobil telefon satışı həyata keçirən mağazada qeydə alınıb. Alov qısa müddətdə ətrafa yayılaraq ümumilikdə 10-a yaxın sahibkarlıq obyektini əhatə edib. Yanğın nəticəsində bir neçə ticarət məntəqələrinə ziyan dəyib. Müştərilərin telefonları da hamısı var idi, onlar da yandı. Heç birini çıxardım, heç nə çıxardım. Mən özüm içəridə oturmuşdum. Çöldən dedilər ki, mənə yanğın baş verdi. Mən də çıxdım çölə, gördüm qısa qapanmadı. Yuxarıdan hal olanır. Üzü o ayından bəri yana-yana gəldi. Obyekt yana-yana gəldi. Yüngül külək var idi. Külək vasitəsilə də gəldi. Hətta ağaclar da hələ yandı. Töküldü yerə. Bərbərxanada 2 nəfər yəni işləyirdi. Yox vəziyyətindədir də. Bax oradan başlayır. Vallahi qısa müddətdə yanğın başladı. Bizim obyektdə də keçdi. Uşağın 17-18 minlik malı yanıb. Qısa qapanma olar da, yanğın başlayıb yana-yana gəlib bilmirəmsə, mən burada olmamışam. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub. 100 kvadrat metrdən artıq ərazini əhatə edən yanğın söndürülərək yaxınlıqdakı tikililər mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.